bir ticarətimizə görək, nə edə bilirik uşaqlar? 1 dəqiqəlik Euro Composite, nədir bu adı yadımdan çıxdı. Composite Index. Deməli, bizə bu lazım deyil uşaqlar. Hal-hazırda bassaq yuxarı görək Basic Dollar indeksdə nə var? Tak, görək bizdə necədir? Burada böyük bir düşüş olub, normal bir vəziyyət yoxdur. İlk öncədən deyim. Deməli, burada bizdə belə 2 dəqiqəlik əməliyyatlar saxlayaq dostum. Videoya zəhmət olmasa bir like eləyək uşaqlar, zəhmət olmasa sizin üçün. Burada 2 dəqiqəlik 100 dollarla əməliyyatı yuxarı açaq dostlar. Nəyə görə 100 dollarla biz əməliyyatı yuxarı açdıq? Çünki dostlar biz görürük ki burada açıq aydın, yəni düşüşdən sonra böyük bir korreksiya ilə yuxarı qalxmışıq və qalxışımız dostlar, bu punktumuz bizim, yəni bu uroveni поддержки deyirlər, yəni dəstək xətti. Dəstək xəttimiz dostlar, görürük ki aşağıdadır, ondan sonraki isə korreksiya daha yuxarıdadır və qiyməti basıblar yuxarı və biz düşünürük ki, burada da həmənki situasiyadandır. Belə bir situasiyadır, görürsünüzmü? Hər bir situasiyadan sonra bizim qiymətimiz yuxarı uçub və biz hal-hazırda 100 dollarlıq əməliyyat açmışıq ki, bizim qiymətimiz burada da yuxarı gedəcək. Yəqin ki, dostlar gəlib korreksiyasını verib, böyük bir mum şam açılıb burada. Görürük ki, belə bir tam bir şam var. Yəni bu şamı görürsünüzmü uşaqlar? Bu şam, burada bir flatdan sonra böyük bir şam, hansı ki bu şamların hamısını udur. Ondan sonra balaca bir marabuzu deyək buna, ya da ki, nə deyək buna, doge deyək. Doge bizi çaşdıra bilər ki, qiymət yenə də buradan fırlanacaq. Amma söhbət ondan gedir ki, dostlar, keçmişə də baxmaq lazımdır, tarixə də baxmaq və oradan bir analiz çıxartmaq lazımdır ki, bu belə də ola bilər. Yəni, buradakına daha çox meyillidir dostlar. Açmışıq əməliyyatımızı, gözləyirik görək necə olacaq. 5 saniyəlikdə biz baxdıqda daha maraqlı görünür uşaqlar, daha maraqlı görünür və görürük ki, qiymətimiz yuxarı gedir. Əlbəttə ki, Goldda əməliyyat açmışıq. 5 saniyəlik sadəcə baxmaq üçündür uşaqlar, analiz aparmaq üçün heç olmasa baxır sizin indi açacağınız vaxtda. Burada da ideal şəkildə biz görürük ki, 5 dəqiqəlik şamlarda necə gözəl bir tendensiya yuxarı qalxır. Böyük bir qalxış, korreksiya və yenidən yuxarı qalxış. Əməliyyatımız plusla bağlanır uşaqlar. Bunun üçün bir like gözləyirəm sizdən. Keçirik biz başqa valyutaya. Görək bizdə nə var? Aha, deməli bir udar. Gəlin belə eləyək uşaqlar. Gəlin biz nə eləyək? Tələsmədən dostlar. Amma biraz tələsmək lazımdır. Çünki şansı qaçırda bilərik. Dostlar, bunu deməli atdıq bura. Bunu atdıq bura. Deməli atdıqda ideal olmur. Belə bir şey qoysaq. Burada dostlar görürük ki 5 dəqiqəlik şamlardır bizdə. 1 dəqiqəyə çevirəndə baxaq görək nə olacaq burada. Deməli, 1 dəqiqəyə çevirəndə biz görürük ki, yenə də burada dirənc bir xətti var. Riskli əməliyyat olacaqmı? Olacaq deyərdim. Gəlin belə eləyək dostlar. Məncə bu yalançı bir qırılmadır. Gəlin buradan bir əməliyyat, ilk əməliyyatı riski ataq. Çünki bizim strategiyamızda, yəni kim istəsə həmən strategiyanı əldə eləyə bilər. Instagramda müraciət eləyib məlumat ala bilərsiniz. Videodan gələnlərə əlbəttə ki, indirim var. Deməli, bizim strategiyamızda birinci əməliyyat həmişə riskə atılır. Riskə atılır nəyə görə dostlar? Nə ola bilər burada? Baxın, gəlin mən sizə göstərim uşaqlar. Baxın, burada hara getdik biz? Bu niyə ora getdi? Deməli, tam olaraq. Deməli dostlar, burada nə var? Baxın, göstərirəm sizə. Baxın dostlar, burada dayanma var, düzdür. Burada dayanma var, burada dayanma var və burada da eyni dayanmanı gözləyirik uşaqlar. Və qiymət görürsünüzmü, hər dəfə gəlib, qayıdıb və burada da eyni situasiyaya görə girmişik. Dostlar, qiymət düşərsə əgər, baxın, burada dayanma var bizdə. Qiymət gələrsə buradan qalxa bilərik və yaxud da ki, lap minimumdan gedə bilərik. Dostlar, görürük ki, burada açdığımız əməliyyat normal əməliyyatdır. Çünki sol tərəflərə biz baxanda dostlar, eyni situasiyaları görə bilərik və bilə bilərik ki, biz əməliyyatı nəyə görə belə açmışıq və nəyə görə bizdə
belə bir fiqur əmələ gəlib dostlar. Çünki elə belə havadan burada əməliyyat açılmır uşaqlar. Deyim biləsiz, bilməyənlər də girib orada ağzına gələni yazmasınlar. Başın çıxmır, başın çıxmadığı yerə burnuvu soxma deyirlər həmən adama. Ona görə də dostlar burada analitika var, analiz var, vaxt var. Yəni mən neçə şam müddətinə açıram. Məsəl üçün 1 dəqiqəlikdirsə 2 dəqiqə açıramsa mən 2 şam müddətinə, məsələn burada girmişəm mən əməliyyata deyək ki, 1 şam, 2 şam. Bu şam bitəndə mənim artıq əməliyyatım plusla bağlanır, belə deyək dostlar. Vəsə, 2 şam müddətinə girirəm və plus əldə edirəm uşaqlar. Vəsə, plusumuzu əldə etdik dostlar. Burada necə eləmək olar dostlar? Burada artıq mən inanmıram əməliyyata, yəni də girmək olar əməliyyata, amma risk. Gəlin belə eləyək dostlar, burada risksiz əməliyyatımız var. Bizim 2 dənə 50 dollarlıq risksiz əməliyyat var. Gəlin bir dənəsini açaq, bir dənə də seçək 50 dollarlıq əməliyyat. Bir dənə də açaq burada dostlar. Risksiz əməliyyat nədir? Olimpiada nə xoşuma gəlir dostlar? Çünki burada sizdə qalxdıqca motivasiyadır bu sizin üçün. Görürsünüz, stipendlər qalxır, sizin rütbəniz qalxır və necə deyirlər, rütbəniz qalxdıqca da dostlar sizə belə bir hədiyyələr verir, risksiz əməliyyatlar verir. Risksiz əməliyyat nədir dostlar? Minus olsa belə mən nəsə itirməyəcəm buradan, balansıma qayıdacaq həmən pul. Yəni risksiz əməliyyat budur. Burada da ki dostlar, yenə də mən necə deyirlər, həmən bu situasiyanın davamına girirəm. Burada necə eləmək olar uşaqlar? Məsəl üçün, burada belə bir şey də eləmək olar. Belə deyək ki, открыть instrument, luç. Aha, bir dənə də luç götürdük dostlar. Bir dənə də luç götürdük və həmən luçu biz apara bilərik. Necə aparaq biz bunu? Aha. Aparaq əməliyyatımızın yanına. Deməli dostlar, baxın. Bizdə aşağıda görürsünüzmü? Bir dəqiqə görək bunu necə eləyə bilirik. Nəsə, niyə alınmır bu burada belə? İlişdi nəsə. Aha. Bu ilə paralel qoyuruq. Bax belə paralel qoyuruq və bunu çəkirik. Gəl görün bura. Mənim mışqamda problem var. Mışqam gərək dəyişim. Tak, bunu da yuxarı çəkirik dostlar. Yuxarıdan da bir paralel xətt atırıq. Yəni bizdə maksimum hardadır, yəni onu görmək üçün. Görürük ki, bizdə son saniyələrdə deyəsən hansısa minus olacaq. Nə oldu? 2 dəqiqə bitmədi. Aha. Risksiz əməliyyatlarla əməliyyat açmışıq uşaqlar. Son saniyələr qalır və bizim əməliyyatlar plusla bağlanır. Axırıncı əməliyyat qaytarıldı. Axırıncı əməliyyat dostlar, axırıncı əməliyyatımız qaytarıldı. Keçək biz başqa bir valyutaya, görək başqa bir valyutada, başqa bir indeksdə nə var? 90%ləri seçsək 2 dənədir. 80% seçsək bizdə nə var burada? Euro-dollarda görək nə var? Sevmirəm əslində euro-dollarla ticarət eləməyi uşaqlar. Bu 5 saniyəli idi dostlar. Burada 5 saniyəlik bu elə bil ki aviatordur bu heç. Deməli. Burada əgər biz bu nədir? 5 dəqiqəlik, 10 dəqiqəlik, 1 saatlıq. Bu out GPY, out USD. Görək USD-də nə var? 5 dəqiqəlik, 1 saatlıq. Niyə belədir bu? 9-30 dəqiqəlik. Görürsünüz, böyük əməliyyatlar açmaq üçün 2 dəqiqə, 1 dəqiqə. 1 dəqiqəlik. Yaponski sveçi, Yapon şamları. Nəsə ilişmə var dostlar, ilişmə var nəsə. Tak, burada necədir bizdə vəziyyət? Burada hansı valyutadır bu? AUD GPY. AUD GPY-yə gəlin biz dostlar 100 dollarla gecikmədən 2 dəqiqə müddətinə gəlin aşağı əməliyyat açaq. Tak, aşağı əməliyyat açırıq. Nəyə görə biz burada aşağı əməliyyat açdıq uşaqlar? Nəyə görə aşağı əməliyyat açdıq? Çünki dostlar, baxa bilərsiniz,
qalxışımız olub. Qalxış, korreksiya, qalxış və korreksiya. Burada isə balaca bir bu şam. Dostlar, mən gələcəyi görmürəm. Bu prosta tarix, yəni vərdişdir. Deməli, baxın, burada yaşıl şamımız var bizim və bundan sonra bir dənə pin bar əmələ gəlib. Bu yaşıl şam da nədir? O özünə güvənən deyil, dostlar. Bundan sonra qiymət basılıb aşağı və gəlib burada dirənç xəttinə. Mən düşünürəm ki, bu dirənç xətti bir rol oynamayacaq, çünki çox zəifdir. Burada bir qırılma baş verəcək və biz plus əldə eləyəcəyik, dostlar. Və əməliyyatımızı plusla bağlayacaq uşaqlar. Düzdür, biraz itirdiyimiz var, amma dostlar, itirmişəm deyib dalbadal döşəmək olmaz burada. Siz yavaş-yavaş, necə deyirlər, davam eləməlisiniz uzun müddətli yatırımla. Uzun müddətli ticarətlə xeyrə çıxmalısınız. Siz bir gündə xeyrə çıxmağa ehtiyac yoxdur. Görürük ki, hal-hazırda 15 saniyəlikdə baxaq. Görürük ki, dostlar, burada dirənç xəttimiz var idi. Görürsünüzmü? Çox da güclü deyil, yəni zəif bir dirənç xəttidir. Ona görə də uşaqlar belə bir situasiya ilə görürük ki, 21 saniyəmiz qalıb uşaqlar, 21 saniyəmiz qalıb və bizdə qiymət xırda-xırda biz açdığımız tərəfə gedir uşaqlar. Normal bir situasiyanı tapdıq və əməliyyatımızı açdıq. Məncə, normal bir əməliyyatdır uşaqlar və bu əməliyyatımızı da yəqin ki, plusla yola verəcəyik. Bəli, plusla yola veririk, dostlar. Bir dənə əməliyyatımız qayıdıb bizim və belə bir gözəl bir nəticələrimiz var. Bir dəqiqəlik şam. AUJPY-da plus əldə elədik, dostlar, və keçək biz növbəti valyutamıza görək nə var bizdə. Amazonda, Amazonda görək nə var. Amazon deyək buna biz, ingilislər kimi. Burada da yenə də 100 dollarla aşağı əməliyyat açaq. Nəyə görə, dostlar? Sadəcə trendin getdiyinə görə. Məncə, burada yenə qırılma olacaq. Qiymət aşağı gedəcək. 100 dollarla əməliyyat açırıq və gözləyirik uşaqlar. 2 dəqiqəlik müddətini açmışıq. Və nəyə görə uşaqlar? Görürük ki, gəlin. Görürsünüzmü? Trend aşağı gedir, düzdürmü? Flat varmı? Var. Düşdü aşağı. Flat varmı? Var. Yenə düşdü. Balaca bir flatdən sonra korreksiya. Buna deyirlər M hərfi burada yazır. Və məncə buradan sonra yenə də davam eləyəcək aşağı getməyə. Minus olarsa da yenə də bizdə burada situasiyadan çıxmaq üçün bir variant var. Bizim strategiyamızda olduğu kimi heç vaxt biz strategiyadan çölə çıxmırıq. Deməli, dostlar, gəlin biz burada texniki analiz, indikatoru, gəlin Bollinger'ı qoşaq və Bollinger'da da baxaq görək nə var, nə yox. Bollinger'da biz görürük ki, orta xəttimiz SMI-dan aşağı gedib, aşağıdadır və bu trendin bu kənarı ilə hərəkət etməyə davam edir. Vaxtımıza az qalır, amma şam çox güvənmir özünə. Axşam vaxtlarında, dostlar, bazar belə sakit hərəkət edir. Özünə güvənən şam istəyirəm, belə bir şeylər istəyirəm. Əslində, bu belə bir şeylər istəyirəm burada. Çünki elə bir fiqur yaranıb burada, dostlar. Elə bir fiqurdan da ancaq belə bir şey gözləmək olar. Vaxtımıza nə qədər qalır uşaqlar, baxa bilərik. Vaxtımıza 4 saniyə qalır. Əlbəttə ki, plusla bağlayırıq, dostlar. Əməliyyatımızı plusla bağlayırıq, dostlar. Əməliyyat plusla bağlanır və biz plus əldə edirik. Belə bir ticarətimiz var bizim bugün, uşaqlar, və belə bir nəticəmiz var. Düzdür, tam pulumuzu qaytara bilmədik, amma yenə də az-az videolarda qaytararıq yavaş-yavaş, dostlar. Problem yoxdur. Yəni, minuslu günlərimiz də olur bizim. TikTokda, Instagramda bizi izləyən dostlarımız bilir nəyə görə mən minus eləmişdim. Əgər buradadırlarsa yazsınlar.
Dostlar, videoya baxdığınız üçün çox sağ olun. Növbəti videolarda görüşmək ümidi ilə. Dostlar, kanala abunə olun, dəstək olun uşaqlar. Yəni bizə motivasiya verin, biz də sizin üçün çoxlu işlər görək. Oldu, uğurlar və bolca keş. Hələlik.